İşdə olan diaqnozla xəstəxanadan aldığımız diaqnoz üst-üstə düşmür. Necə yəni? Əvvəl aldığımız diaqnozda göstərilir ki, xəstə yüngül beyin silkələnməsi alıb. 3 gündə xəstəxanada qalandan sonra vəziyyəti kafi olduğu üçün evə buraxılıb. Həkimin təyin elədiyi müalicə kursu da burada var hətta. Amma bizə göndərilən xəstəlik tarixçəsindən çıxarışlı isə başqa diaqnoz yazılıb. Mən də təəccübləndirəm odur. Bax, zərər çəkən sol tərəfi neflici ilə nəticələnən ağır beyin travması alıb. Həkimin səyinə baxmayaraq, xəstənin yaxınlarının təkidi ilə o evə buraxılıb. Xəstəxana personalı heç bir məsuliyyəti öz üzərinə götürmür. Məsələ ciddiləşir. De görüm nə xəbər var? Nə xəbər olsun? Sən verdiyin ünvanda sənin o güvəndiyin polislər nə sənin o günəşini, nə də onun bibisini tapa bilməz. Mən hər yeri gəzmişəm. Yasamal deyilən yeri ələk-fələk eləmişəm. Nə solmazı tanıyan var, nə də günəşi görən. Amma sizdən aldığımız sorğuya cavabda olan məlumat bizdə olan cinayət işindəki məlumatla uyğun gəlmir. Mən sizi başa düşmürəm. Söhbət hansı cinayətdən gedir? O adam kimdir? 5 il bundan əvvəl Ömür Rızayev adlı bir oğlanı yol keçərkən maşın vurub. Sürücü özü onu maşına qoyub gətirib sizin klinikaya. Həkimlər ona burada ilkin yardım göstəriblər. Və müayinə nəticəsində məlum olub ki, xəstə ağır beyin travması alıb. Həkim tərəfindən ona müalicə kursu yazılıb. Amma 3 gün burada qalandan sonra xəstənin yaxınları onu buradan çıxarıblar. Məsuliyyəti də özlərlərinə götürüblər. Hə, yaxşı bəs. İndi sizi narahat edən nədir ki? Məsələ burasındadır ki, cinayət işində olan sənədlərdə göstərilir ki, xəstəyə yüngül beyin silkələnməsi diaqnozu qoyulub. Amma bu yaxınlarda sizdən aldığımız cavabda qeyd olunub ki, xəstə sol tərəfi neflici ilə nəticələnmiş ağır beyin travması alıb. Çox təəssüf. Çox təəssüf ki, mən sizə kömək edə bilməyəcəm. Çünki o həkim daha burada işləmir. O dünyasını dəyişib. Mən günəşin dayısıyam. Onunla danışmalıyam. Başa düşürsünüz? Günəş burada işləmir. Deyəsən siz hamınız məni doluyursunuz ha. Günəş özü bu restoranın ünvanını mənə verib. Günəş hanım. Çəkil! Çəkil de! Günəşin yerini deyin mənə. Çəkil bir! Yaramaz! Çək deyirəm sənə! Hocam günəşin yerini deyin mənə. Çəkil bir! Sakin ol. Əlvi çək ha. Yaxşı. Sakin ol. Çıxın bayra. Yaxşı. Allah'ım, sen büyüksen, rəhimlisən. Bağışla günahlarımı ya Rəbbim.
Sağ ol. Yaxşı yox. Nəsə lazım olsa zəng elə. Yaxşı. Sabahın xeyir. Necəsən? Şükür. Biz də pis deyilik. Hə, düz tapdın. Bugün lap elə indi vaxtın var? Hə, lap yaxşı. Onda gözləyirəm. Hələlik əzim, hələlik. Bir nömrə rabitə şəbəsi buyurun. Mənim. Bir də diqqətli gözləyin, indi yoxlayaram. Sizdən bir nömrənizi verin. 5, 10, sizin 2 manat rütbəli borcunuz var. Bəli. Güzel də var, məşğul olsun, gəlib dəyişdirin. Alo, sabah xeyir. Aytekin, səndən heç gözləməzdim. Demək buna görə mənə tez-tez zəng eləyirdin? Mən də axmaq kimi sənə inanmışam. Günəş bir dəqiqə. Başa düşmürəm, nə olur? Mən işləyəm. Yox, danışa bilmirəm, nə olub axı? Məndən soruşursan nə olduğun? Sırağa gün sənə danışdıqlarımın hamısını xalama bir-bir demisən. O da ağaları göndərib bura. Ağalar dünən gedib mənim iş yerimə. Biabırçılıq çıxarıb. Nə yaxşı ki, mən dünən işdə olmamışam. Qulaq as, mən sənə görə çox qorxdum, ona görə belə elədim. Belə olmağını istəməzdim. Heç bilirsən sən nə eləmsən? Hoş gelmişsin. Hoş gününüze gelin. Geç. Geç içeri sen. Sən əyləş, mən də çay süzüm gəlim, yaxşı? Zəhmət çəkməyin Şəhla xanım. Evdən gəlirəm. Deyirəm elə birbaşa işimizi keçərdik. Tələsirsən? Yox. Sadəcə sizin vaxtınızı çox almaq istəmirəm. Yaxşı. Onda meyvə ye. Çox sağ olun. Şəhla xanım, bizim Günəşdən nə xəbər? Çingiz müəllim razıdır Günəşin işindən? Əslində, Solmaz, bugün bura mən səni elə Günəşə görə dəvət eləmişəm. Solmaz, mən sənin xətrivi dünyalar qədər istəyirəm. Bunu özün də bilirsən. Bax, bir kəlmə dedin, əlimdən nə gəlirsə elədim sənin üçün. Çox sağ olun Şəhla xanım. Allah sizdən razı olsun. Amma indi sənə haqq qazandırıram. Nə barədə? Nə olub ki? O barədə ki, sən çox düzgün deyirdin ki, nə qardaş, nə bacı uşağını götürüb saxlamaq istəmirsən. Hərənin öz yolu, öz işi var. Günəş nəsə bir səhv hərəkət edib? Yox,
Günəş eləməyib. Amma ona görə Çingizin restoranında narazıçılıq baş verib. Problemlər olub. Nə vaxt Şəhla xanım? Günəşin işə girdiyi cəmi bircə həftədir. Cəmi bir həftədir. Amma bu bir həftə ərzində düz 2 dəfə Çingizin restoranında dava dalaş olub. Necə yəni dava olub? Hə, belə. Çingiz deyir ki, birinci dəfə hansısa müştəri ilə Günəş arasında narazıçılıq baş verib. Müştəri də əsəbləşib, aləmi qatıb bir-birinə. İkinci dəfə də dünən bir kişi gəlib, deyib ki, Günəşin dayısıyam. Günəşi çağırın, deyiblər Günəş yoxdur. O da onlara inanmayıb. Yenə də dava salıb, Çingizlə də əlbəyaxı olub. İşçilər məcbur olub, polisi çağırıblar. Ancaq polis adını eşidəndə kişi qaçıb. Bütün bunlar nə vaxt olub? Dünən. Həs olmaz. İndi özün başa düş də. Bu hadisələrdən sonra restorana kim gələr, hə? Bir dəqiqə Şəhla xanım. Mən sizin sözlərinizi nəysə tam başa düşə bilmədim. Axı bizim Günəşin dayısı yoxdur. Vur tut bircə xalası var. O da doğma deyil. Onu saxlayan qadındır vəssalam. Deyirəm bəlkə həmin o adam başqa Günəşi axtarırmış. Təsadüfən gəlib çıxıb restorana, hə? Yox. Bu boyda təsadüf olmaz. Siz Allah bağışlayın Şəhla xanım. Bəlkə o onu saxlayan qadın əhri olub. Nəysə. Siz narahat olmayın. Mən Günəşlə danışıb məsələni ayırd eləyərəm. Burada bir anlaşılmazlıq var. Nə deyirəm? Deyirəm bəlkə işimizə başlayaq, hə? Hə. Başlayaq. Niyə? İnstitutdan nə vaxt çıxırsınız ki? Heç. Deyirdim, bəlkə bir yerdə oturardıq. Söhbət eləyərdik, kofe içərdik. Niyə? Yox, mən rəva bilmərəm ki, mənə görə sizə söz gəlsin. Yaxşı, onda gün ortadan sonra görüşürük. Söz verirsiniz. Oldu. Gün ortadan sonra. Sağ ol. Sağ ol. Eşidirəm. Nə olub axı? Heç olmasa bir söz dedi, görüm nə olub. Ürəyimi üzmə. Yaxşı. Onda 7-də həmişəki yerdə. Oldu. Sağ ol. Görəsən nə olub? Kimdir? Mənəm, qonşudur. Salam. Salam. Başla narahat elədim səni. Eybi, Amma sənə bir söz demək istəyirəm. Buyur. Bu gün sizə polis gəlmişdi.
Nə polis? Xeyirdir. Vallahi bilmədim. Eşitdim sizin qapını döydülər. Gözlükdən baxdım gördüm polisdir. Bir-iki dəfə döydü sizin qapını, amma açan olmadı deyən sonra bizim qapını döydü. Məlum oldu ki, səni axtardılar. Sağ ol ki dedin. Yəqin bir səhvdir də. Yoxsa polisin məndən nə işi var? Yəqin. Çox sağ ol. Qonşu dedi ki, bugün polis gəlib məni soruşub. Mən evdə olmamışam. Bilmirəm. Qonşuya için deməyib. Təkcə onu deyib ki, sonra gələcək. Yox. Mən bu gecə bu evdən köçməliyəm. Kimi istəyirsiniz? Burada yaşayan adamı. Güneş, niye qapını açmırsan ha? Bayağıdan qapını sıxdırıram. Telefonla zəng eləyirəm. Olmaz bibi. Gözləmirdim. Və sən bugün işdə deyilsən? Bugün özümü pis hiss elirdim. Zəng elədim, işdən icazə aldım. Güneş, sən birinci gün mənim evimə gələndə kənddən niyə gəlməyinin, Şəfiqə xalanın evindən niyə çıxmağının səbəbini mən soruşmadım. Ev, iş tapmaq xahiş elədin. Mən də əlimdən gələni əsirgəmədim, sənə köməklik elədim. Amma indi, bugün bura, mən bütün bunların hamısını öyrənməyə gəlmişəm. Restoranda baş verənlərdən xəbərim var. Amma bəzi şeylər mənə qaranlıqdır.
müştəri ilə dava düşüb. Dünən dayın səni görməyə gəlib, dava salıb. Bu dayı hardandır, hə? Hardan çıxdı bu dayı? Bu nə dayı məsələsidir? Bibi. Həm iş təmizlikdə. Sağ ol. Hara belə? İşə gedirəm. Yaxşı. Alo. Sərxan salam. Mənəm Elmira xanımdır. Sağ ol, yaxşıyım. Sən necəsən? İşlərin necə gedir? Sərxan, mənə bir otaqlı mənzil tapa bilərsən? Kirayə 1-2 aylıq. Yaxşı, yaxşı, oldu. Çox sağ ol, sağ ol. Həsən. Ha Həsən. 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 Dur görüm. Xəbərin var saat neçədir? Var arvadın əlindən durub bura gəlmişəm. Burada da məni rahat qoymur. Günəş, bütün bunların hamısını birinci gündən, gələn gündən demək lazım idi. Yaxşı. Dur, hazırlaş, gedək bizə. Olmaz bibi. Qulaq as. Ara sakitləşənə qədər. Bir müddət. Əgər o sənin iş yerini tapıbsa, gəlib buranı da tapa bilər. Bir müddət qalarsan mənim yanımda. Sonra isə sənə başqa bir iş tapmaq lazım gələcək. Daha orada işləyə bilməzsən. Hələ bir bu Şəhlaya bax. Bir qızı var. Az qalır kim gəldi yaxasından assın. Hamını özü kimi düşünür. Alo? Hə, mənəm Şəhla xanım. Hə, elə sizdən çıxan kimi birbaşa getdim Günəşin yanına. Danışdıq. Yazıq qızda heç bir günah yox imiş. Mən dedim də, o onun dayısı deyil. O onu saxlayan qadının, Şəfiqənin həyat yoldaşıdır. Güya onu görməyə gəlib, dava salıb. Nəysə, uzun məsələdir. Görüşəndə danışarıq. Hə, həm də ki, orada işləmək daha ona əl verməz. Başqa bir şey fikirləşməliyəm. Nə bilim, görək də. Hə, çox sağ olun. Sizin də. Sağ olun Şəhla xanım, sağ olun. Yığışdın? Bəli. Gedək.
Alo, salam. Zərnigar xanımla danışmaq istəyərdim. Ah, Zərnigar sənsən. Səsini tanımadım. Hə, Şəhladır. Hə. Çox sağ ol, yaxşı. Sizdə nə var, nə yox? Lap yaxşı. Biz də yaxşıyıq. Qulaq as, bir məsələyə görə səni narahat eləyirəm. Çingiz öz restoranına şirniyyatı bir şirkətdən götürür. Hə, onlarla müqavilə bağlayıb. İndi nəsə onların məhsulu xoşuna gəlmir. Ona görə onlarla müqaviləni kəsmək istəyir. Mən də belə bir şey fikirləşdim. Bilmirəm, razı olarsan ya yox. Deyirəm, bəlkə elə müqaviləni sizlə bağlasın, hə? Şirniyyatı siz gətirəsiz. Hə. Bilirsən, nə bilim, nəsə bəyənməyib də onların məhsullarını. Hə. Həm özümüzküsüz, həm məhsulun keyfiyyətinə inanırıq. Bir də ki, xeyri niyə başqasına verək, hə? Nə deyirsən? Nə deyə bilərəm ki? Lap yaxşı. Elə biz də işimizi bir balaca genişləndirmək istəyirik. Hə, çox sağ ol Şəhla. Hə, lap yaxşı. Zərnigar, səninlə danışa-danışa elə yadıma düşdü. O köməkçi qız deyirdin, sən? Hə, belə bir qız var. Hə, rayondan gəlib. Düzdür, özünü görməmişəm, yalan demərəm. Amma bibisini tanıyıram. Hə, tanıyıram. Rayondan gəlib iş axtarır. Ev almağa gəlmişdilər. Qızı çox qəşəng idi. Dediyinə görə güya evin tək qızıdır. Onda Elmira xanımın xoşuna gələcək. Bəlkə bizi də tanış eləyəsən. Hə, amma nə olur? Məram, əminlə sənin tək qızıdır. Ha, sən deyirsən kayfın yenə zordur ya. Səni də keyfi yaxşı eləyə bilər. Gəl bulağa başım saxla. Ay kişi, belə çıxartma, elə bir Haydi konfet saxla, yerim yoxdur, əlimə çək. Görüb eləyən olur, bir sübətcə, necə? Müştərilər də bura göndərəcəm. Faizi alacaqsan usta. Göndər ya, amma göndərməmişdən qabaq birinci zəng vur mənə. Birdən yanımda kimsə oldu. Başqalarını bilmirəm. Amma Elmira xanımın görməyini təsəvvür eləyəndə qorxudan adamı titrəmə tutur. Ev işdə düzəldi, ya. Necə deyərlər, istədiyin yar idi, getirdi pərvərdigah. Sən mənə lap Alfons elədin ki. Alfons Nurşun, ham belə eləyir də. Mən hamı deyiləm. Yaxşı, mənə bax, bəs o restorandakı qız nə oldu? Sonra heç getmədi ora. Gözün tutmuşdu onu. Sən də ki, maşallah, gözümə korluq vermirsən də. Düz qoyduz ki, ora gedəyim. Yadıma düşəndə lap utanıb yerə girər. İstəyirsən indi gedək. Bəs mənə görmüş o kətçi qızın deyirsiniz. Ana sənsən? Hə, mənəm. Nə güc gəldi? Mən heç olmasa gəlib çıxdım. Bəs atan hardadır? Hələ gəlmir. Atam birdən ikidən bu vaxtlar evə gəlib. Nə oldu? Tədbiriniz necə keçdi? Tədbirdir də, necə keçəcək? Amma yolda elə bir tıxacı var idi ki, evə gəlib çıxana qədər lap yoruldum. Maşın əlindən tərpənmək olmurdu. Boğazım quruyub. Bəlkə mənə bir stəkan çay verəsən, qızım. Yaxşı. Heç maraqlanmırsan, ev nə yerdə qaldı? Nə yerdə qaldı? Amma öz gözündən görürəm ki, hər şey yaxşıdır. Hə, bugün atamla getdik, sənədləri düzəltdik.
Evin pulunu verdik, aldıq və salam. Heç inanmağım da gəlmir ana. Təbrik edirəm. Xeyirli olsun. Gəl görün yanına bizim. Çox sağ ol ana. Sağ ol. Hoş geldin Elmira Hanım. Xoş gördük. Çoxdan da səsin gəlmir. Deyirlər ki, əgər yaxın dost tanışdan uzun müddət xəbər yoxdursa, deməli işləri yaxşı gedir. Təşəkkür. Zarafat edirəm. İndiki zamanda işləri yaxşı gedən adam çətin tapmaq olar. Səsi gəlsə də, gəlməsə də. Sizdə nə var, nə yox? Əvvəlki kimi. Bir evimiz, bir də tikinti şirkətimiz. Bəs ailədə artım yoxdur. Üzr istəyirəm. Deyəsən sualım başqa cür səslənir. Cabbarı deyirəm. Nişanlamamısan, ha? Deyəsən kimsə var. Amma belə kimsələri çox olub Cabbarın. Evimə gətirəcəyim adamı şəxsən mən özüm seçib tanımalıyım. İncimə. Onda Cabbarın işi çətin olacaq. Sağlam, xoşbəxt ailə qurmaq hamı üçün çətindir. İstəmirəm. Nə olub? Heç nə. Gedək Orxan. Sıxıldım nəsə. Hə, hiss elədim. Tanış adamlar var. Bitir, gedək. Nə olub? Elə bir səni zorla gətiriblər bura. Bu yaxınlarda köhnə dostlarımızdan biri ilə rastlaşdım. İlk gündən nə acı bir taleyim var mənim. Hər zaman tənhalıq olub dostum, həm də qəlbimin sirrini hey danışdım göylərə. Ümid edib inandım bu dünyaya. Bir inam var içimdə, gün gələr bu həyat sevincə dönər. İnanıram mən, qəm keçər. Bəli, Elmira xanım. Hardasan? Dostum ilə qalmışdım. Dünən gec oldu, evə gələ bilmədim. Dur gəl evə. Bu da təzə çıxdı. Adam gəlməyəndə bir xəbər eləməz. Yaxşı. Yaxşı, yaxşı. Özü də adı kimi qəşəngdir. Qəşəng gününüz olsun Şəhla xanım. Çox sağ olun. Deyirəm mən bir Zərlingar xanıma zəng vurum. Deyim ki, gəlirik. Düzdür, dünəndən demişəm. Amma yenə də qoy bilsin. Salam. Zərnigar, dediyim qız bibisi ilə bizdədir. Gələ bilərik. Axşam Ülkər gəlir. Hə, onu qarşılamalıyıq. Hə, yaxşı, 5 dəqiqə sizdəyik. Hələlik əzizim. Qonşu dedi ki, bugün polis gəlib məni soruşub. Polis? Nəyə görə? Bilmirəm. Qonşuya heç nə deməyib.
Təkcə onu deyib ki, sonra gələcək. Bu yaxınlarda binada, həyətdə bir hadisə falan baş verməyib ki? Yox. Mən bu gecə bu evdən köçməliyəm. Yəqin siz polis işçisinin evində baş verən yanğını deyirsiniz. Aha, bəli. Yaxşı yadımdadır. Ev təmiz yanmışdı. Yaddaşınız yaxşıdır deyəsən xanım. Nə xatır bir su hadisə ilə bağlı? Gecə səs-küy ayıldı. Hər tərəfi tüstü bürümüşdü. Yanğın söndürənlər də gəlmişdi. Deyəsən qonşulardan kimsə zəng edib çağırmışdı. Gedək orada gözləyək. Birdən gələr xəbərimiz olmaz. O da düzdür. Gələr bizi görməz. Gedək. Gedək. Xoş gördük məni. Sənin də davam sonradır. Anana demişsən ki, gəlməyimi papiyə deməyəcəm. Ay səni şeytan. olsun da. İstədim ki, sürpriz olsun. Yaxşı, uşağı da anlama. Sürpriz eləmək istəyirdi. Yaxşı, gedək. Gedək. Evdə danışarıq. Görəm 251 olub fırıldaq işlədirsiniz ha. Nə yaxşı. Sən udanda fırıldaq olmur. İndi biz udanda fırıldaq olmur. Adam kişi olar ha. Bir dəqiqə. Ağalar, özümə gəl. Ayıbdır. Gecən vaxtı qışqırırsan ki, qonşuları yuxudan oyadasan. Günah məndədir. Gərək əvvəldən belə şeyə qol qoymayaydın. Qutardı, dağılın. Elə şey yoxdur. Bəs mənim pullarım, onları geri almayınca oyun davam eləyəcək. Dedim ki, qutardı, dağılın. Sən də onlarla əl bilsən, fırıldaqçılar. Dağıldı dedim, dağılın. De, saldız məni zibilə. Alo. Neyniyəcəm, heç nə? Zəng eləyib nə deyim, abalam? Günəşi soruşursansa yoxdur, orada da yoxdur. Oradan burada adamı sancırsan,